Deməli, birinci bununla başlamaq istəyirəm ki, kəskin koronar sindrom dedikdə ağlımızda 3 məqam gəlməlidir. Birincisi qeyri-stabil stenokardiya, ST elevasiyalı miokard infarktı, bir də ST elevasiyasız miokard infarktı. Başladım birinci anatomiyasından. Deməli, ümumiyyətlə koronar arteriyalar sinus valsavadan öz başlanğıcını götürür və iki yerə ayrılır. Sağ koronar arteriya, bir də sol koronar arteriya. Sağ ümumiyyətlə şaxələnmir, tək şaxədir. Yəni ayrıca bir şaxələrə başlanğıc vermir. Özü deməli septumun arxa 1/3 hissəsini qidalandırır. Bir də sinus düyündən atrioventrikulyar düyünü qidalandırır. Ona görə hər hansı bir tıxanıqlıq, tromboz olanda bradikardiya, bir də AV düyündə bloklar əmələ gəlir. Solun ümumiyyətlə iki şaxəsi var. Bir sirkumfleks, bir də enən arteriya. Enən arteriya əsasən qidalandırır septumun ön 3/2 hissəsini, bir də ventrikulların ön hissəsini. Sirkumfleks isə deməli qidalandırır atriumları, bir də ventrikulların yan hissəsini. Burada da belə bir şəkil tapdım, rahat görsənməsi üçün. Sonra deməli patofiziologiyasına keçəndə, deməli miokard infarktı yaranır, deməli ateroskleroz nəticəsində daralmış damarda, plus da tromboz əmələ gələndə qan axımı dayanır, buna görə yaranır. Əsasən iki cür olur. Transmural tam tıxanma olduqda, bir də subendokardiya olur ki, burada da damarda natamam tıxanıqlıq olanda əmələ gəlir. Burada da şəkillə göstərmişəm ki, normal damar ateroskleroz olur, tromboz tutur və sonda da infarkt əmələ gəlir. Bayaq da qeyd elədiyim kimi, əgər damarda tam tıxanıqlıq olarsa, transmural infarkt olur ki, burada da elevasiya əmələ gəlir. Natamam olanda da subendokardiya olur və ST depressiyası əmələ gəlir. Səbəbi də nədir? Deməli, birinci atriumların depolarizasiyası olur. Burada P dalğası əmələ gəlir. Daha sonra mədəciklərin depolarizasiyası olmalıdır ki, QRS əmələ gəlsin. Amma transmuralda tam tıxanıqlıq olduğu üçün mədəciklərin bir hissəsindən ümumiyyətlə keçmir. Ona görə S dalğası bir tam aşağı düşüb, yəni QRS kompleksi əmələ gələ bilmir. Ona görə ST-nin elevasiyasını görürük. Amma subendokardiyalda bir hissə tıxalı, bir hissə açıq olduğu üçün keçir. O tıxalı olan hissədə özünü depressiya kimi göstərir. Burada da miokard infarktının sınıflanması əsas 5 sınıfa ayrılır. Birinci ola bilər spontan yaranan miokard infarktusu. Bu da koronar arteriyada plak rüptürü, yəni cırılması, parçalanması nəticəsində əmələ gəlir. İkinci tip işemik dəngəsizliyi ilə bağlı olan miokard infarktı. Bu elə bir oksigenə olan tələbatın artması, yaxud da təchizatın azalması, pozulması fonunda əmələ gəlir. Yəni bunda deyirik ikinci tipdir. Üçüncü tipdə deməli bioberitez dəyərləri olmadan ölümlə sonuçlanan miokard infarktusu. Bu yəni təsadüfən olan ani kardiak ölümlərə aiddir. Sonra perkutan koroner girişim ilə ilişkili miokard infarktusunda burada baxırıq, əgər perkutan koronar girişimdən sonra əgər kardiak biomarkerlər, əsasən də troponin 5 dəfədən artıq yüksəlibsə, yəni bunda şübhələnirik ki, bundan sonra əmələ gəlib. Stent trombozu ilə ilişkili miokard infarktusu stentdən sonra tromboz olanda deyirik, 4B sinifinə aiddir. 5-ci tipdə də bypassdan sonra burada da troponin miqdarı 10 dəfədən artıq artanda deyirik ki, yəni bu səbəbdən olub. Diaqnozunda deməli kardial biomarkerlərdə tipik artma və yaxud da düşmənin olması ilə yanaşı işemik simptomların, işemiya düşüncələrin EKG dəyişikliklərinin, işemiyanı sübut edən görüntülərin, bir də angiografiyada və yaxud da autopsiyada koronar damarda tromboz olduqda yəni şübhələnirik. Simptomları əsas ən mühüm simptomu sinədə ağrının olmasıdır. Lokalizasiyasına görə əsasən sol tərəfdə sol çiyin, sol qol, əsasən 4-cü, 5-ci barmaqlar, sol çənə, kürək və sair ağrılar olur. Narahatlıq və ölüm qorxusu hissi olur, dəri soyuq, nəmli olur. Vaqal stimulyasiya ilə bağlı da ürək bulanma, qusma, tərləmə olur. Sağ mədəci infarktında deməli sağ sinus düyünü sağ tərəfdə yerləşdiyi üçün, yəni sağ mədəci infarktında da hipotenziya, bir də bradikardiya olur. Bir də onu qeyd eləməmişəm, deməli inferior infarktda da
deməli, o epikastral nahiyəyə yaxın olduğu üçün, epikastral nahiyədə ağrı olur. Yəni hər hansı bir xəstə epikastral nahiyədə ağrı ilə xəstəxanaya müraciət eləyibsə, ilk etməli olacağımız şey EKG çəkməkdir. Obyektiv müayinədə də hipotenziya, taxikardiya, bradikardiya, aritmiya ola bilər. S4, S3 ritmi, yəni qallop ritmləri eşidilə bilər, ürək çatışmazlığı əlamətləri müşahidə oluna bilər. Sonra gəlirik birinci akut koroner sindroma, şübhə hallarında nə etməliyik? Ümumiyyətlə şübhə necə formalaşır? Əgər bir kimsə, xəstə sizin yanınıza deməli gəlibsə, ağrı ilə, sinədə olan ağrı ilə, yəni bu nitroqliserindən sonra keçmirsə, 20 dəqiqədən uzun müddət davam edirsə, plus da kardiak enzimləri falan yüksəkdirsə, biz ilk ağlımıza gələn şey akut koroner sindrom olmalıdır. Yaxlaşımı necədir? Yəni xəstə gələn kimi ona biz EKG çəkməliyik. Əgər EKG-də, yəni tanısı olmayan EKG, yəni nə ST depressiya, elevasiya ya da T neqativliyin heç biri yoxdur. Plus da kardiak veriltəclər normaldır. Yəni heç bir biomarkerdə artış falan yoxdur. Onda yenə də 12 saat boyunca müşahidə altında saxlamalıyıq. 12 saat boyunca EKG və laborator göstəricilərinə baxırıq. Əgər 12 saatın sonunda EKG-də, sonra 12 saatın sonunda qiymətləndiririk. Əgər yenə təkrarlayan ağrısı varsa və kardiak laborator olaraq kardiak enzimlərdə artış müşahidə olunubsa, biz əmin oluruq ki, bu akut koroner sindromdur. Ona görə xəstəxanaya yatızdırmalıyıq və işemiya tədavisinə başlamalıyıq. Əgər yox, təkrarlayan ağrı yoxdur və plus da kardiak enzimlərdə də neqativdir, yəni heç bir artış yoxdur. Onda biz onu göndəririk iskemi provokasyon testinə. Buna da bütün treadmill testlərdir, ergometrin sınağı, doptamin testi hamısı buna aiddir. Əgər burada pozitiv nəticə aldıqsa, yenə də akut koroner sindrom tanısı doğrulanır və işemiya tədavisinə başlayır. Yenə neqativdirsə, yəni bu non-iskemik bir prosesdir, yəni xəstəlikdir. Onda yəni tədavi, yəni evə göndərə bilərik. Amma dəqiq bildik ki, akut koroner sindromdur. Baxırıq ki, bu ST elevasiyalıdır və yaxud da non-ST elevasiyalıdırsa, deməli ST elevasiyası varsa, birbaşa reperfuzion tədavisinə başlayırıq. ST elevasiyonu yoxdursa, ya ST depressiya yaxud da ki, EKG tam normal ola bilər. ST depressiya varsa, ya anstabil angina pektorisdir, ya da ST elevasiyasız miokard infarktıdır. Burada da yenə işemiya tədavisinə başlayırıq. Ümumiyyətlə qeyri-stabil stenokardiyada istirahətdə 20 dəqiqədən uzun davam edən ağrılar olur, simptomatika yeni olur və getdikcə şiddətlənən və miokard infarktı sonrası təkrarlanan ağrı olur. Ümumiyyətlə ST depressiyonda 3 şəkildə özünü göstərə bilər. Artan, azalan, bir də paralel, izoelektrik xəttə paralel. Burada da yəni EKG nümunələridir. Hamısında depressiya var. V2, V3, V4, V5-də hamısında depressiya var. Burada da eyni şeydir. Müalicəsinə gəldikdə, deməli qeyri-stabillə non-ST elevasiyalıda müalicə eynidir. Deməli, birinci ən vacib aspirinlə başlayırıq və antiplatelet müalicəyə başlayırıq. Buna da aiddir elə aspirin, klopidogrel, prasugrel, ticagrelol, bir də glikoprotein 2B, 3A inhibitorları. Antikoagulyantlardan aşağı sıxlıqlı heparinlər, fondaparinux, bir də enoxaparin istifadə olunur. Deməli, mən baxmışdım, TUS-da sadəcə enoxaparin adı var idi, amma bu Harrisonda hər ikisinin, fondaparinuxla enoxaparinin hər ikisinin adı var idi. Sadəcə TUS-da belə bir məlumat verilmişdi ki, fondaparinux perkutan koroner girişim zamanı tək istifadə olunmur. Səbəbi də odur ki, deməli enoxaparində trombolitik faktorları inhibə elədiyinə görə, yəni trombozun qarşısını alır, amma fondaparinuxda belə bir mexanizm olmadığına görə daha da tromb əmələ gətirir. Daha doğrusu tromb əleyhinə bir təsir göstərmir. Ona görə tromb yaranma riski artır. Ona görə də bir perkutan koroner girişim zamanı istifadə olunmur. Yəni tək istifadə olunmur. Antianginal da aiddir nitratlar, beta blokerlər, bir də kalsium kanal blokatorları. Belə. Bir də nə deyəcəkdim?
yadımdan çıxdı. Hə, deməli bu qeyri-stabil stenokardiyada, bir də non-STL və miokard infarktında, trombolit müalicə istifadə olunmur. Çünki, bunların hər ikisi subendokardial infarkta aiddirlər. Ordadakı, trombolitik müalicənin heç bir effekti olmur. Çünki zaten bir tərəfi açıqdır. Bu da, Harrisondan, müalicəyə aid bir şəkildir. Bunu, acil çalışanlarından götürmüşdüm. Yəni birinci başlayır oksigenoterapiyaya saturasiya 90%-dən aşağı olan hallarda. Sonra antiplatelet, ACE inhibitorları, sonra P2, E12 inhibitorları, aşağı sıxlıqlı heparinlər, bir də PSI. Bir də bu var ki, əgər qeyri-stabil stenokardiya diaqnozu qoyulubsa və xəstədə davamlı sinə ağrısı olub, ST-nin depressiyası 2 millimetrdən yuxarıdırsa, yanaşı olaraq ürək çatışmazlığı klinikası və bədxassəli aritmiya varsa, mütləq koronar angioqrafiya olunub stent taxılmalıdır. Bir də belə bir nümunə qoymuşdum ki, əgər 72 yaşlı xəstədir, qeyri-stabil stenokardiya diaqnozu qoyulub və angioqrafiyadan əvvəl EKG-si çəkilib, xəstə son bir neçə gün ərzində baş verən fiziki aktivliklə əlaqəsi olmayan, yarım saata qədər davam edə bilən yayılmış retrosternal sinə ağrısını təsvir edib. EKG-də isə ST-nin depressiyası müşahidə olunur. V4-də, V5-də, V6-da, hətta bu 2-3-cü aparmalarda da müşahidə olunur. Angioqrafiya olunur və tıxalı damarı görürsüz, belə açılır. Sonra ST elevasiyalı miokard infarktında EKG-yə gəlsək, deməli əsasən 4 fazada olur. Hiperakut, akut, subakut, bir də xronik faza. Deməli hiperakut faza əsasən 6-24 saatı əhatə eləyir. Və burada ST-nin elevasiya olmasını, daha doğrusu ST-nin elevasiyasını bir də T dalğalarının sivriləşməyə doğru getdiyini görürük. Sonra akut fazada deməli əhatə eləyir 1-ci, 7-ci günləri. Burada da artıq ST eleva olur. T dalğası isə düzləşməyə başlayır. 3-cü fazada, subakut fazada deməli əhatə eləyir 1-ci, 8-ci həftələri. Burada artıq patoloji Q dalğası yaranmağa başlayır və T də artıq neqativləşir. 6-8 həftədən sonrası artıq xronik faza sayılır ki, burada da patoloji Q dalğası artıq əmələ gəlib. Sonra lokalizasiyasına görə infarkta baxsaq, deməli inferior infarktda 200 AVF derivasiyalarında elevasiya görürük. Ümumiyyətlə, amma infarktı təsdiqləmək üçün elevasiya ilə yanaşı bir ona güzgü əksi kimi olan derivasiyalarda biz resiprok olaraq depressiya görməliyik. Inferior infarktda da depressiyanı biz birinci, bir də AVL aparmalarında görürük. Burada da əsasən RCA damarında tıxanıqlıq olur. Yüksək lateralda, deməli 1 AVL-də elevasiya, resiprok olaraq 200 AVF-də depressiya görürük. Anterosepralda V1-dən V4 aparmalarda elevasiya görməliyik. Yayğın anteriorda V1, V6, anterolateralda isə 1 AVL, V4, V5, V6 aparmalarında elevasiya görürük. Bunların əksəriyyətinin resiproku elə 200 AVF-də görünür. Posteriorla sağ ventrikul isə deməli əsasən inferior infarktla yanaşı görülür bunlar. Deməli posteriorda deməli inferior infarkt görülür. Yəni 200 AVF-də biz görürük elevasiyanı. Resiprok olaraq 1 AVL, V5, V6-da görürük deməli depressiyanı. Amma posterior infarkt olanda əlavə olaraq V1-də biz görürük depressiyanı. Bunda bizim ağlımıza gəlməlidir ki, bu posterior infarkt ola bilər. Ona görə biz sağ aparmalı EKG-də çəkirik. Yəni V7, V8, V9 aparmalını kürəyə qoyuruq. Burada da biz V1-də görürük əksinə olaraq elevasiyanı. Əgər yəni düzündə depressiya V1-də, sağda isə yəni V7, V8, V9 aparmalarında elevasiya görürsə, təsdiqlənir ki, burada həm inferior, həm də posterior infarkt var. Sağ ventrikul miokard infarktı isə əsasən bu inferiordan sonra gəlir. Burada da V4 aparmalarında biz görürük ki, deməli kəskin R dalğaları görünür. Yenə sağ
mədəcik, daha doğrusu sağ EKG aparmalı elektrokardioqrafiya aparsaq görəcəyik ki, yəni sağ ventrikul infarktı var. Bir də sal dalbuluğunun varlığında da biz miokard infarktından şübhələnməliyik. Burada ST elevasiyasını bir dəqiqləşdirmək biraz çətin olur. Əgər QRS-in müsbət olduğu hallarda ST 2 millimetrdən hündürdürsə, biz deyirik ki, ST elevasiyası var, amma QRS-in mənfi olduğu hallarda 5 millimetrdən hündür olanda biz deyirik ki, ST-nin elevasiyasıdır. Laborator müayinədə mioqlobinin adını yazmamışam, amma ən sensitiv, amma spesifik olmayan mioqlobindir, amma o enzim sayılmır. Məsələn, ən spesifik enzim desə, biz tez artan desə deyəcəyik troponin I, amma ən tez artan desə, enzim sözünü deməsə mioqlobini götürə bilərik. Kreatin kinaz da 4-6 saat sonra yüksəlir, 48-72 saat sonra isə normallaşır. Bunun da 3 növü var idi. MM olan skelet əzələsində spesifikdir. MB ürəyə, MME, BB isə beyinə. Sonra aspartat aminotransferaza var ki, bu da 12 saat sonra yüksəlir, 72-96 saatda isə normallaşır. Sonra laktat dehidrogenaza 24 saat sonra yüksəlir, 7 gün sonra isə normallaşır. Həm ən sensitiv, həm də ən spesifik olan troponin I-dir. Bu da ağrı başlanğıcından 3 saat içində yüksəlir, 7-10 gündə troponin I, T isə 10-14 gündə normallaşır. Bu da qrafik təsviridir. Diaqnozu deməli MRT ilə kataangioqrafiya, bir də PET üsulu qoyulur əsasən. Müalicəsinə gəldikdə əslində demək olar ki, ST, non-ST elevasiya ilə qeyri-stabil ilə eynidir. Prosta əsas fərq trombolitik müalicənin olmasıdır burada. Yenə ilk seçim kimi aspirindir. Dozasına gəldikdə 160-325 mg dozada çeynəmə şəklində verir. Əsasən 3 tabletka verirlər. Ağrı üçün isə morfin verilir. Başlanğıcda 4-8 mg, daha sonra hər 15 dəqiqədən bir 2-8 mg verilir. Bir də dilatör nitratlar verilir ağrı üçün. Sadəcə sağ mədəci infarktında zaten hipotenziya olduğu üçün, bradikardiya olduğu üçün intravenoz morfindən dilatör nitrat verilmir. Çünki dilatör nitratlar həm arterial, həm də venoz damarlarda dilatasiya yaradır. Daha da təzyiqi aşağı salır, ona görə verilmir. Sonra fibrinolitik müalicəyə gəldikdə yalnızca ST elevasiyanın miokard infarktında istifadə olunur. İstifadə olunan preparatlarda streptokinaza, alteplaza, tenoktoplaza, retoplaza aiddir. Deməli, ən çox qanama, daha doğrusu qanama riskinin ən az olduğu tenoktoplazadır. Yan təsiri ən çox malik olan isə streptokinazadır. Deməli, tenoktoplaza tək doza, retoplaza 30 dəqiqə arayla 2 doza, alteplaza isə bunlar ikisi puşə şəklində verilir. Alteplaza isə 90 dəqiqə arayla infüziya şəklində verilir. Bundan başqa ST elevasiya miokard infarktı zamanı ilk 12 saat, serebrovaskulyar xəstəliklər zamanı ilk 4-5 saat, pulmonar emboliya isə 7-14 gün ərzində trombolitik müalicə icra olunmalıdır. Başarılı reperfüziya göstəricilərinə gəldikdə isə bu zaman yəni klinika sürətli düzəlir. Enzim pikinin erkən olması, bunda da aiddir LDH-ın, AST-nin, mioqlobinin miqdarının yüksək olması, sonra EKG-nin düzəlməsinin erkən olması, bir də aritmilərin gəlişməsi. Bunun da səbəbi, yəni bu biraz əksdir. Yəni səbəbi odur ki, trombozla tıxalı damarda, yəni həmin hissədə zəif olur atmı, amma yəni antitrombolitik tədavi olanda tromb keçir və qan axını normallaşır. Burada da ilk yəni öz funksiyasını tam bərpa eləyə bilmir. Ona görə aritmi yaranır, amma sonradan aritmi düzəlir. Kəsin, yəni kontender basiyalarına gəldikdə, buna aid aktiv kanama və yaxud da kanamaya yatqınlığı, hemorragik inmə öyküsü olanda, 3 ay iskemik inmə öyküsü olanda, aorta disseksiyonu olanda, intrakranial spinal tümör olanda, 3 ay içində kapalı kafa yaxud da yüz travması keçirdəndə, yəni bu tədavini eləmək olmaz.
Daha sonra antikoagulyasiya müalicədə ilk seçim heparindir, aşağı sıxlıqlı heparinlər. Sonra P2, Y12 inhibitorları, beta bloklar, beta blokerlərdən daha çox mortaliteyi azaldır və nə deməli, oksigen tüketimini azaltdığına görə də infarkt zonasını kiçildir. ATF inhibitorları əsasən deməli şey fibroz yaranmasını əngəlləyirlər, remodelinqə səbəb olurlar. Aldosteron istifadə olunur, aldosteron antagonistlərindən spironolakton, epironol. Sonra statin müalicəsi isə ilk 24 saatda xolesterin səviyyəsindən asılı olmayaraq 40-80 milliqram miqdarında atorvastatin və yaxud da 20-40 milliqram dozada rozvastatin verilir. Sonra glikoprotein 2 və 3A inhibitorlarından istifadə olunur. Bir də aritmiya müalicəsi. Əsasən aritmiya müalicəsi olunmur. Yəni antiaritmik preparatlardan əsasən istifadə olunmur miokard infarktı zamanı. Hətta əks göstərişdir. Sadəcə aritmiya olanda lidokain, prokainamid, amidaran kimi preparatlardan istifadə eləmək olar. Ümumiyyətlə deməli, miokard mortalitəsini azalta bilən təməl ilaclar aspirin, P2, Y12 inhibitorları, trombolitik tədavi, PSI, heparin, ATF inhibitorları, allergiya olarsa ARB-lər, deməli, aldosteron antagonistləri, beta bloklar, bir də statinlər aiddir. Amma kalsium kanal blokatorları ilə diqoksin əks göstərişli, yəni mortaliteyi daha da artırır. Səbəbi də odur ki, onlar miokardin depressiyasına səbəb olur, bir də özləri aritmiyalar törədir. Ona görə istifadə eləmək olmaz. Ağırlaşmalarına gəldikdə erkən, bir də gec ağırlaşmaları olur. Erkən ağırlaşmalarına aid aritmiya, ani ölüm, kardiogen şok, kəskin perikardit. Aritmiyalardan ən çox təsadüfi olunanları ventrikulyar ekstrasistoliyalardır. Amma ən çox ölümə səbəb olan VF-dir, ventrikulyar fibrillasiya. Gec ağırlaşmalarına aiddir mexanik komplikasiyalar, sol mədəcik anevrizması, Dressler sindromu, bir də tromboembolizm. Ağırlaşmalarına keçəndə deməli sərbəst divar rüptürü və yaxud da cırılması deməli əsasən sol ventrikul tərəfdə olur, amma cırılanda qan adətən dolur sağ mədəcik tərəfə, yəni tamponat sağ tərəfdə olur, ürəyin sağ tərəfində olur. Bunun da səbəbi odur ki, sağ tərəfin əzələsi daha nazikdir, sol tərəfdə isə daha güclü olduğu üçün, yəni qan öz tərəfinə toplanmır. Sağ tərəfdə tamponat olduğu üçün sağ kalp yetməzliyi olur. Sağ kalp yetməzliyi olanda da belə bir qan ventrikulda dola bilmir, ona görə atriuma qayıdır. Sağ atriumdan da qan deməli keçir vena cava superiora. Ona görə də boyun venoz dolğunluğu əmələ gəlir. Bu da böyük qan dövranına aid olduğu üçün ümumi olaraq hepatomegaliya və asid əmələ gəlir. Ümumiyyətlə qan sağ tərəfdə toplandığı üçün, yəni sağ ventrikuldan qan pulmonar arteriyaya gedə bilmir. Ona görə ümumi sol tərəfdə qan az gəlir. Buna görə də hipotansiyon yaranır və ümumi biz deyirik ki, fərq olur. Ümumiyyətlə eksprimdən insprimdə fərq olur. Amma bu 10 millimetr civə sütununa kimi olur. Amma bu zaman bu fərq daha da artır. Ona görə pulsuz paradoksus əmələ gəlir. Bəs ümumiyyətlə solda az qan olduğu üçün dərindən gələn kalp səsləri olur və EKG-də voltaj kaybı olur. Ümumiyyətlə tanı exo ilə konulur və deməli cərrahi müalicə göstərişdir. Septum rüptürü də demək olar ki, eyni mexanizmdir. Deməli septumda dəli, yəni cırılma olduqda təzyiq az tərəfdən çox tərəfə keçir, yəni sol tərəfdən yenə sağ tərəfə keçir və sağ kalp yetməzliyi olur. Burada əsas fərq mezokardial odaqda panstolik üfürümün olmasıdır. Papilyar kas rüptüründə deməli papilyar kasda rüptür olanda deməli mitral qapaq aşağı sallanır və klinika mitral çatışmazlığa uyğun olur. Yəni mitral çatışmazlıqda nə görürüksə, burada da eyni klinikanı görürük. Yəni qan pulmonar venlərə
daha doğrusu deməli sol, ventrikuldan qan sol atriuma keçir və burdan da, eee, pulmonar venlərə keçir və ağciyərdə durğunluq, ödəm əmələ gəlir. Və mitral çaşmazlığı da olduğu kimi burada da erkən sistolik üfürüm olur. Sol ventrikul anevrizmasında deməli, bu, bayaq da qeyd elədiyim kimi ACE inhibitorlarından istifadə fibrozisi, gəlişməsini əngəlləyir. Deməli, əgər istifadə olunmasa, sol ventrikulda anevrizma riski artır. Kardiologiya, fənnindən də imtahanda da var idi. Yəni anevrizmada, EKG-də əsas gördüyümüz şey o donub qalan T dalğasının olması, yəni 2 həftədən uzun sürən ST elevasyonunun olmasıdır. Sonra, Dressler sindromu. Dressler sindromu da ən gec yaranan, ağırlaşmalardan biridir. Burada 3P sindromu deyirdik: perikardit, plevrit, bir də pnevmoniya. Perikardit olduğu üçün, yəni həm perikard ilk şahsı zəifdir. Burada da antikoagulyantlardan istifadə əks göstərişli, çünki qanama riski və tamponad riski artır. Bundan başqa burada ateş, göz ağrısı və plevral ağrı müşahidə olunur və ilk seçim preparatı aspirindir. Aspirinə dirensli olan xəstələrdə isə kalksindir. Tromboembolizm burada əsasən anterior miokard infarktında müşahidə olunur və apeksdə əmələ gəlir. Exo ilə tanı qoyulur və ən çox kaynağı deməli dərin venlərdir. Aşağı ətrafında dərin venalardır. Sonra kardiogen şok, bu da miokard, yəni ən çox rast gəlinən səbəbi miokard infarktıdır. Burada əslində volüm yükü normal qalır, sadəcə yenə də hipotansiyon yaranır. Burada yəni əsas ürəyin özü işləmir. Yəni burada volüm yükü normal olur. Sonra yenə sağ ventrikul miokard infarktı, yəni bayaq da qeyd elədiyim kimi əsasən inferior miokard infarktından sonra rast gəlinir, yəni birlikdə izlənirlər. Burada hipotenziya olduğu üçün intravenoz sıvı ilə əsasən müalicə olunur. Və nitrat kimi, bir də morfinlər ümumiyyətlə kontraindikasiya edir. Diqqətinizə görə təşəkkürlər. Kimisə nəsə sual var? Sonra suallara keçəcək. Səsim gəlir. Aha, gəlir. Çox sağ ol, Ədinə, sağ ol. Çox sağ ol. Sən sualınız var? Sonra keçim suallara. Sən də sağ ol. Onda suallara keçim. Heç kimin sualı yoxdursa. Deməli, birinci sual. Deməli, 30 yaşında qadın xəstədir. Stres sonrasında sinə ağrısı ilə xəstəxanaya gəlib. 2-3 AVF formalarında ST elevasiyası görünür. Deməli, kardiak biomarkerlər və angioqrafiya normaldır. Və sizcə ehtimal olunan diaqnozu nədir bunun? Kimsə cavabı var? Kəskin miokard infarktı. Yox. Burada cavab hansı? Prismeta. Spazmla bağlı olan. Cavab odur. Səbəbi də nədir? Deməli, burada kəskin miokard infarktı deyil, çünki sadəcə elevasiyanı qeyd eləyib, onun resiproku olmalı idi. Yəni depressiyaları qeyd eləməyib, deməli ki, yoxdur. Plus da kardiak biomarkerlər normaldır. Yəni kəskin miokard infarktında ola bilməz ki, angioqrafiya yaxud da biomarkerlər normal olsun. Kəskin perikarditlərdə, xronki perikarditlərdə də fərqli olur EKG. Stabillə variant angina qalır. Burada da stres sonrasında qeyd elədiyinə görə, yəni streslə bağlı olan variant angina. İkinci suala keçəndə, yəni tam aydın oldu yoxsa?
Deməli, 50 yaşında meşəbəyi, əslində ormancı yazılmışdı, prosta belə tərcümə elədim. 7 gün əvvəl meşədə kəpənəyi tutmağa çalışarkən sinə ağrısı əmələ gəlib. Deməli, ağrıdan sonra isə ağacın altında oturub siqaret çəkib, bu ağrısı da keçib. Sadəcə bu vəziyyətdən narahat olduğu üçün həkimə gedir. EKG çəkilib və 2-3 AVF-də ST çəkmələri qeyd olunub. Sizcə bu xəstədə hansı damarda tutulma ehtimalı daha çoxdur? Bunu çox güman bəlkə də fikir vermədiniz. 2-3 AVF əsasən sağ koronar arteriyanla əlaqəlidir, RCA ilə. Ya ST çəkmənin yaxud da elevasiyanın olması. 2 halda da yəni həmin damarda tıxanıqlıq olan da əmələ gəlir. Yəni cavab burada A-dır. Sonra 3-cü sual. Həmin xəstəyə angioqrafiya edilir. Angiografiyada sağ koronar arteriyada 88%, sol koronar arteriyada isə 60% tutulma görünür. Bu xəstədə ən effektli müalicə üsulu hansıdır? Bunu əslində deməmişdim. Sadəcə sonra izah eləyəcəm. Prosta hər hansı bir fikriniz var bu barədə? Əslində bu stent məntiqli variantdır. Prosta mən də birinci elə fikirləşmişdim. Sadəcə bundan bir dəqiqə. Burada belə bir şey var imiş ki, əgər sol koronar arter, ümumiyyətlə daha doğrusu bypassa göstəriş vəziyyət var imiş. Sol koronar arterdə 50%-dən yuxarıda ağrılığın olması birbaşa bypassa göstəriş imiş. Yəni stent qoyulmurmuş. Burada ona görə cavab bypass olacaqmış. Sonra 4-cü hal, deməli kəskin miokard infarktı olan xəstədə müalicənin 5-ci günündə mezokardial odaqda 3-6 sistolik küyə eşidilmişdir. Xəstənin fizik müayinəsində boyunda venoz dolğunluq, qaraciyər ağrılı və 4-5 sm əllənir. Bu xəstədə deməli bağlı hansı səhvdir? Ümumiyyətlə, yəni sizcə bu hansı ağırlaşmaya aiddir? İpucu verim. Burada deyirəm, mezokardial odaqda küyə eşidilməsi. Ürək çatışmazlığı. O düzdür. Amma bir septum Venoz dolunmazı rüptürü olanda bir necə? Venoz geri axının pozulması, biraz qanın geri axmasının pozulması ola bilər. Hansı variant? Əgər ağırlaşmanı deyirsənsə, ağırlaşma septumun cırılması. Burada VSD-dir də xəstədə. Ventrikulyar septal defekt var bu xəstənin. Evet, elə olur. O düzdür. Burada amma deyir hansı variant səhvdir. Və burada birinci deyir Onda ki, A səhvdir elə burada. A səhvdir, düzdür. Və burada septum cırılması düzdür. Bu dedik ki, tampona da əmələ gəlir və sağ mədəcikdə yüklənmə, o da düzdür. Diaqnozda exo ilə qoyulur, o da düzdür və cərrahi üsullarda o da düzdür. Bir dənə burada səhv qalır, A variantı düzdür. Sonra 5-ci sual. Kəskin miokard infarktı keçirən xəstə 15 gün sonra çəkilən EKG-də V1, V4-də ST elevasiyası olur. Bu xəstədə ən çox uyğun olan diaqnoz hansıdır? Uzun müddət davam edən, 2 həftə davam edən ST elevasiyası. ST-nin donub qalması. Burada da yenə Uzun septaların cırılmasıdır bu. bayaq da dedim, bir uzun müddət, 2 həftə müddətində ST-nin elevasiyası davam edirsə, donub qalan T dalğası bu anevrizmadır. Yəni burada cavab D variantıdır. Aydın oldu yoxsa? Aydındır. Suallar ne? Eşitmədim mən. Necə? Sən hazırladığın suallar bitsə, bir sualım var idi əvvəlkilərdən. Ver, narahat olma. 3-cüyə qayıda bilərsin zəhmət olmasa. Üçüncü suala. Orada inferior MI var idi xəstədə həm də yoxsa
Yo, əslində burada inferior MR sayılmır. Çünki deyir ki, 2-3 AVF-də çökmə, ST çökmələri qeyd olunub. Yəni bilmirəm dedim yoxsa demədim, ümumiyyətlə infarkt, elevasiyaya görə hesab olunur da. Yəni çəkmə, məsələn tutaq ki, biz görürük həm, çökmə, həm də elevasiya. Qərarsız qalırıq ki, görəsən, biz çökməyə görə tutaq ki, inferiorda çökmə var, lateralda tutaq ki, elevasiya var. Qərarsız qalırıq ki, görəsən çökməyə görə inferior infarkt götürək, yoxsa elevasiyaya görə lateral infarkt götürək. Yəni infarkt elevasiyaya görə götürülür də. Burada da çökmə olduğuna görə sadəcə akut koronar sindrom kimi qiymətləndirilir. Prosta burada əsas sol koronar arterdə 50%-dən yuxarı tutulmanın olmasıdır. Yəni bu birbaşa miokard infarktına tam yəni nümayəndədir də. Ona görə birbaşa bura bypass olunmalıdır. Burada da qeyd olunub ki, əgər üç damar hastalığı varsa, solanar koronerdə 50%-dən fazla darlıq varsa, medikal tədaviyə dirəncli hastalar, bir də postinfarkt angina olanda, yəni mütləq bypass olunmalıdır. Stent yəni yararsızdır da. Əks göstəriş kimi sayılır. Aydındır, çox sağ olun. Sən də sağ ol. Sonra anstabil anginada müalicəsində aşağıdakı dərman maddələrdən hansının istifadəsi uyğun deyildir? Bunu da əslində çox vurğuladım. Yadınızda qalıb görsən. Səsim gəlir? Trombolytik dedim elə bir anstabillə non-ST elevasiyalı miokard infarktında şey olur, tam tutulma olmadığına görə trombolytik tedavinin elə bir əhəmiyyəti olmur da, belə deyim. Çünki onsuz da yəni bunun keçən yeri var da qanın. Amma şeydə ST elevasiyalıda tam tıxanma olduğuna görə onda trombolytik preparat veririk ki, trombu əritsin və yol açılsın. Çünki istər-istəməz tək infarktda tromb olmur da, ateroskleroz da olur, o tromb nahiyəsinə əridir bu. Amma bu anstabillə non-ST-də bir effekti olmur da, zaten bunun açıq yeri var. Ona görə burada trombolytik müalicə. Kəskin miokard infarktında trombolytik müalicənin ən effektiv olduğu və maksimum edilə biləcəyi müddət. Bunu da əslində deməmişdim, prosta təxmin kimi. 12 saat ərzində deyəsən verilmə. İlk 12 saat ərzində deyəsən olunmalıdır. 12 saat elədir. Yəni mən də bunu 12-ni bilirdim, amma 3-ü bilmirdim, çünki heç yerdə də yazılmamışdı. Sadəcə təxmin elədim ki, ən başlanğıc saat olar da, çünki 6-12 saat da var idi. Hə, elə 3-12 cavab. Sonuncudakı deməli, kəskin miokard infarktında ilk yüksələn hansıdır? Yəni sizcə hansıdır ilk yüksələn? Yox, əgər enzim desə, deməli burada götürürük troponinləri. Amma şeydir, demirsə mioqlobin yüksəkdir, ilk 1 saat ərzində yüksəlir. Belə, amma prosta həssasdır, sensitivdir, amma şeydir, spesifik deyil də, bütün əzəllər parçalananda mioqlobin əmələ gəlir deyə. Yəni enzim, həm də mioqlobin özü enzim deyil deyə, yəni enzim desə onu götürmür. Amma belə variantlarda ilk yüksələn kimi onu götürürük, çünki ilk 1 saat ərzində yüksəlir. Sonuncu sual, deməli, kəskin miokard infarktı izlənilən xəstədə 7-ci gündə pulmonar emboliya inkişaf edir. Trombozun ən önəmli qaynağı hara ola bilər? Sol mədəcikdə olur, yoxsa ya da dərin femoral vena? Dərin. Aha, dərində, hə. Hə, Elə ən bil. çox dərin femoral. Hə. O da elə cavab. Belə, vəsə.
Sən də sağ ol. Başqa nəsə sualınız var? Çox sağ ol Fatimə. Yoxdur sualım. İnşallah ki, yaxşı izah edə bilmişəmdir. Biraz heyecanlıydım. Belə. Çox sağ olun qoşulduğunuza görə. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Gecəniz xeyir. Sağ olun.